Demək, ayənin axırı vəqf olunur. Burada ra'nın üstünə bir nə gəlir? Sükun gəlir və ra hərfindən qabaq sükun, ondan da qabaq zəmmə gəldiyinə görə ra hərfi təxvim oxunur. Xusr şəklində oxunacaqdır. İllellezine amenu ve amilussalihati ve tevassav bilhakku. Babura kadar okuyaq. İllellezine de ləm hərfi incə samitlər qrupuna aiddir. İncə şəkildə deyirik. İllellezine de pərtə zıdan sonra nə gəlir? Kəsrə gəlir. İki səs qədər uzadacağıq. İllellezine amenu. Amenu da burada səsi iki səs qədər qaldırılır. Menu, menu, mim hərfi incə samitlər qrupuna aiddir. Nu səsi də incə samitlər qrupuna aiddir və iki səs qədər qaldırılır. Və amilus salihati də vəv hərfi dediyimiz kimi dodaqlar qönçələnir və ə şəklində, va yox, və şəklində deyilir.